Kanalizasiya xəttlərində yaranan problemdən sonra sular həyətlərə, yollara dolub. Görüntülər Sumqayıt şəhərindəndir. Mövcud problem şəhərin Yaşıldərə yaşayış massivi 50-ci məhəllə arasında yaşanır. Belə ki, bu ərazidə yaşayan sakinlər bildirirlər ki, kanalizasiya suları günlərdir onların həyətlərinə belə axır. Sakinlərin sözlərinə görə vəziyyət getdikcə daha da pisləşir. İnsanlar evlərinə girib çıxmaqda çətinlik çəkir. Bəzi hallarda isə ümumiyyətlə həyətlərdən istifadə mümkün olmur. Birinci yağışdan əvvəl göl durdu, sular çəkildi. Sonra bu həftənin 6-cı gündən təkrardan kanalizasiya suları qaynadı həyətdən, yoldakı lüklardan. Doldu həyətimizi bu gündə elədik. Həyətdə nə ki bizə aid olan nəylər var, hamısı batıb. Çəkmək mümkün deyil. Oğul, bax buranı görürsən ha. Bütün həyətlər hamısı belədir. Evlərin altı dolub, zirzəmlər dolub, həyətdə gəzir, giriş-çıxış yoxdur. Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən Xəzər xəbərə verilən məlumata görə vətəndaşların şikayət etdiyi ünvana baxış keçirilib. Problemin aradan qaldırılması istiqamətində artıq tədbirlər görülür. Əraziyə texnikalar cəlb olunub, xüsusi nasoslar quraşdırılıb. Hazırda suyun çəkilməsi və vəziyyətin stabilləşdirilməsi üçün işlər davam etdirilir. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.